Mən inanıram ki, bugünkü tədbirimiz hər bir qadın üçün, gənclərimiz üçün çox faydalı olacaq və onların cəmiyyətdə fəallığının artırılmasına böyük töhfə verəcək. Çox vaxt nəinki bir cümlə, nəinki bir fikir, bir görüş, hətta bir söz belə bir başlanğıc olur və bu görüş sizin üçün bir başlanğıc olacaq, sizin üçün bir işıq olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi işlər, layihələr haqqında siz hər zaman bizim sosial şəbəkələrdən, internet səhifələrimizdən əldə edə bilərsiniz. Həmçinin bu layihənin regionlarda keçirilməsi, regionlarda yaşayan qadınların istedadlarının üzə çıxarılması, onların texnoloji biliklərə yiyələnməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Güclü Cəmiyyətin Zərif Simaları layihəsi də bu istiqamətdə görülən layihələrin davamıdır. Hər birimizin həyatında atdığımız o kiçik addım belə çox böyük bir uğurdur. Ümumiyyətlə, insanın görməyəcəyi iş yoxdur, əgər insan istəsə. Onları özünüz üçün müəyyənləşdirin ki, hansı resurslarınız var və növbəti artıq bunun üçün hansı addımı atmalısınız. Hər zaman bu cəmiyyət əli işdə, ürəyi evdə olan xanımlarımızın sayəsində formalaşacaq.